Okay. My name is Mənim adım Hafmaya Crew Gabrieladır. Mən Amerika Birləşmiş Ştatının Kentucky ştatının Lexington şəhərindənəm və 23 yaşım var. Azərbaycanda çox rahatam. Burada olmağımın səbəbi qarın bölgəmin sağ-aşağı hissəsindəki kəskin ağrılardır. Dünən gecə voleybol oynayandan sonra otel otağıma qaydanda ağrıdan bükülü vəziyyətdə qaldım. Buna görə də müayinə üçün xəstəxanaya gətirildim. Məncə voleybolçu olmaq həm yaxşıdır, həm də çətin. Bu peşə çox zəhmət və fədakarlıq tələb edir. Bəzən hətta yaralanmaq, əlil qalmaq da mümkündür. Amma professional idmançı olmaq həmişə fədakarlıq tələb edir. Buna baxmayaraq mən bu çətinliyi heç nəyə dəyişməzdim. Mən yenə də bunu hər gün etməyə hazıram. Saf hospital personalı mənim qayğıma çox yaxşı qalır. Onlarla birlikdə olmaqdan məmnunam. Buyurun, tanışlığa məmnun oldum. Let's get scratching.